Eline diplom alan ziyalı değil. Çoxu qorxaqdır da. Onlar bizim millətdə onları qəbul eləmirlər. İmkanı yoxdur. İnsanın özündən çox şey asılıdır. Bizi işıqlı gələcəyə doğru aparan ziyalılarımızdan kimin adını çəkə bilərsiniz? Heç kimi. Niyə? Ziya sözü nədir? İşıq demək. İşıq deməkdir. İşıq demək ziyalılar var, prosta onlar bizim millətdə onları qəbul eləmirlər də. Ruhaninin yanına. Onlar da həkimlər də onlardır. Və onlar ziyalıdır. Geçsinlər onların yerinə, bilsinlər ki, indiki cavanlara nə lazımdır, necə onları böyütmək lazımdır. Eline diplom alan ziyalı değil. Yukarıdan gösteriş verdi, aşağıdan həll elədi, bu ziyalı değil. Ziyalıq başka şeydir. Kimsə məni gələcəyə aparacaq, yaxşı günlər görəcəm. İnsanın özündən çox şey asılıdır. Mən belə əsrar qana bilmirəm, qanmaz olduqda dayana bilmirəm. Axtaxana dağda dana böyüdür, biz böyük oluq haçana bilmirəm. Mənim haqqım mənim ziyalımdır. Ziyalı isə mən dən ziyalıları elə tanıya bilmirəm. Görmürəm cəmiyyətdə o ziyalıları. Ən böyük ziyalı elə özüm görürəm. Bizdə yoxdur haqqı deyən ziyalı. Mən elə rastlaşmıram. Çoxu qorxaqdır da. Bu ziyalılar yəqin ki, dövlət tərəfindən təltif olunmuşlardır, yaxud müəyyən bir məsələlərin liderləridir. O yaşına asıl deyil. Ziyalı, ziyalıdır. Günümüzdə imkanı ola bilər ziyalılarımız çoxdur. Amma ola bilər onların imkanı yoxdur, maddi imkanı yoxdur ki, ətrafa, millətə kömək eləsin.